Səhər-səhər bir ətir satan müştərim var, mağazaya gəlmişdi. Dedi, sizdən götürdüyüm o ətirdən 100 milliyə 6 qram ətir qatdım. 100 milliyə yalnız 6 qram ətir qatdım. Ətirdə bir yayıcılıq var idi, bir qalıcılıq var idi. Təsəvvür eləyin, 100 milliyə. Mən birinci dəfə də görürəm. Və özüm də 2 qram da bu ətirdən qatıram. 2 qram da bu ətirdən qatıram. Sonda ikisinin də adını göstərəcəm. Və bunun yaratdığı aura, bunun yaratdığı gözəlliyi sizə zəhr edəcəm. Baxın, 100 milliyə yalnız və yalnız 6 qram. Siz ətrə baxın. 100 milliyə 6 qram. Qəs edir ki, bu ətirdən vurasınız və yenə də qalıcılıq, yayıcılıq möhtəşəm. 100 milliyə 6 qram. Sözünü təsəvvür edin. Ətirdə bir yayıcılıq, bir qalıcılıq var ki, yox, sizin nəzərinizə tutduğunuz bilək əfqan deyil, halal deyil, bu ətirlərdə deyil. Ətir möhtəşəm. Buna bax. 3 Kərbala, hərəm və bəfəz. İkisi bir yerdə gözəl bir möhtəşəm nəticə.